Quranda təbliğ və bu mənada işlədilən kəlmələr. Təbliğ bildirmək, nəql etmək, bir məlumatı çatdırmaq, bir şeyin bildirilməsini ehtiva edən kitab mənalarına gəlir. Təbliğ peyğəmbərlərə məxsus vacib sifətlərdən biridir. Peyğəmbərlərin vəhy yolu ilə Allahdan gələn ilahi hökmlərin heç birini gizlətmədən, əksiltmədən, hər hansı bir şey əlavə etmədən olduğu kimi insanlara çatdırmasına deyilir. Peyğəmbər Allahın vəhy etdiklərini gizlətmək, onunla bağlı heç bir şey demədən susmaq və insanlara çatdırmamaqdan uzaqdır. Hər hansı bir peyğəmbərin Allahdan aldığı vəhyi insanlara təbliğ etməməyindən söhbət gedə bilməz. Quran-Kərimdə, ya peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni, Quranı təbliğ et. Əgər bunu etməsən, Allahın risalətini sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini yerinə yetirmiş olmazsan, buyurularaq bu həqiqətə diqqət çəkilir. Maidə surəsi 67. Peyğəmbərlərin vəzifəsi təbliğdir. Onlar mübəlliğlərdir, yəni təbliğçilərdir. Təbliğ fəaliyyəti ilə məşğul olanlara təbliğçi deyilir. D. Allaha itaət edin, peyğəmbərə itaət edin. Çünki peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir. Əgər peyğəmbərin əmrindən üz döndərsəz, bilin ki, onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız dini, Allahın hökmlərini, risalətini açıq-aşkar təbliğ etməkdir. Nur surəsi 54-cü ayə. Təbliğdə əsas məqsəd xəbərdar etməkdir. Təbliğdə məcburiyyət yoxdur. Quran-Kərimdə bununla bağlı belə buyurulur. Allaha itaət edin, onun peyğəmbərinə itaət edin. Hər kəs itaətdən üz döndərsə, bilsin ki, peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir. O, heç kəsi zorla iman gətirməyə məcbur edən deyil. Təğabun surəsi 12. O peyğəmbərlər ki, Allahın hökmlərini, onlara verdiyi risaləti təbliğ edər. Risaləti tərk etməkdə ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq hesab çəkməyə kifayətdir. Əhzab surəsi 39. Ya peyğəmbər, mənim bəndələrimə öyüd nəsihət ver. Sən ancaq öyüd nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən.Ğaşiyə surəsi 21-22. Bu xüsus yalnız Həzrəti Peyğəmbərə sallallahu aleyhi və səlləm deyil, bütün peyğəmbərlərin təbliğ fəaliyyətinə aiddir. Quran-Kərimdə bu barədə belə buyurulur. Bizim vəzifəmiz yalnız Allahın hökmlərini, peyğəmbərliyi açıq-aşkar təbliğ etməkdir. Yasin 17. Dəvət. Dəvət çağırmaq, dəvət etmək, səsləmək, dua etmək və ya bəddua etmək, söz vermək, birini yeməyə və ya qonaq çağırmaq mənalarına gəlir. Bundan əlavə verilən söz, əhd, peyman, and, ziyafət mənaları da var. Bu kəlmə Quran-Kərimdə yardım və bağışlanma diləmək, ibadət etmək, yalvarmaq, dua etmək, bir işə təşviq etmək, kömək istəmək kimi mənalarda işlədilmişdir. Dəvət İslam dinini insanlara izah edərək öyrətməyə və həyata tətbiqini təmin etməyə çalışmaqdır. Dəvət İslama aid bütün məsələlər üçün etibarlıdır. Dəvət həm dünyəvi, həm də uxrəvi məsələləri, mövzuları ehtiva edir. Hər kəs müsəlman, münafiq, əhli kitab, müşrik, İslama dəvət edilə bilər. Dəvət ancaq müsəlman olmayanları İslama
dəvət etmək deyil. Sadəcə kəlmə-i şəhadət gətirib müsəlman olmaqla dəvət sona çatmır. Dəvət Quran-Kərimdə bu şəkildə tərif edilməmişdir. Həzrət Peyğəmbərin sözləri, tətbiqatı bunun əksini göstərir. Dəvətlə məşğul olan, bu sadə əsərlər yazan möhtərəm insanların həyatı da dediyimizi təsdiq edir. Peyğəmbərin sallallahu aleyhi və səlləm təbliğə ilk dəfə "Yə əyyuhəl muddəssir qum fəənzir" əmri ilə başladığını və "Ənzir aşirətəkəl əqrabin" xitabı ilə də dəvətini açıq-aşkar apardığı məlumdur. Bu ayələr: "Ey libasına bürünüb sarınan Peyğəmbər, qalx, qövmünü Allahın əzabı ilə qorxut" Müddəssir surəsi 1-2 və "Ən yaxın qohumlarını qorxut" Şüəra 214-cü ayəsidir. Dəvət və təbliğ vəzifəsi ilə məsul olan Həzrəti Peyğəmbərin aleyhissalam Quran-Kərimdəki vəzfi Əl-Mübəşşir müjdələyici və Ən-Nəzir xəbərdar edəndir. Ya Rəsulum, həqiqətən biz səni bəşər övladına bir şahid, bir müjdəçi və Allahın əzabı ilə qorxudan bir Peyğəmbər olaraq göndərdik. Fəth surəsi 8. Ya Rəsulum, biz səni yalnız möminlərə cənnətlə müjdə verən və kafirləri cəhənnəm əzabı ilə qorxudan bir Peyğəmbər olaraq göndərdik. Furqan surəsi 56-cı ayə. Ya Peyğəmbər, həqiqətən biz səni ümmətinə bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik. Biz səni Allahın izni ilə ona tərəf çağıran nurlu bir çıraq olaraq göndərdik. Əhzab 45-46-cı ayələr. Bildiyimiz kimi, Quranın xitabı ümum bəşəridir, yəni bütün insanlaradır. Bu səbəbdən dinindən asılı olmayaraq bütün insanlığa xitab edir. İman gətirənlərə "Yə əyyuhəl-ləzīnə əmənu əminu billahi və rasulihi vəl-kitab" deyə xitab edərək onları Allaha, onun Peyğəmbərinə və nazil etdiyi bütün kitablara imana dəvət edən ayə isə çox mənalıdır. Ey iman gətirənlər, Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba, Qurana və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin. Allaha, onun mələklərinə, kitablarına, Peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs şübhəsiz ki, doğru yoldan çox azmışdır. Nisa surəsi ayə 136. Belə ki, bu ayə ilə iman etmiş şəxslər yenidən imana dəvət edilir və bununla da imanda sabit qədəm olmağın əhəmiyyətinə diqqət yetirilir. Əraf surəsi 156-cı ayəsi Həzrət Peyğəmbərin vəsflərini belə qeyd edir. O, Peyğəmbərdir, ümmidir, marufu əmridir, pis davranışlardan çəkindirir. Ümmi, yəni o yazı yazmağı bilməyən və ya yazmağı öyrənməyib anadan olduğu kimi qalan şəxsə deyilir. Məruf yaxşı işlər deməkdir. Peyğəmbərin əsas vəzifəsi sayılan insanları hidayətə çağırmaq, eləcə də dəvətçilik, müəllimlik kimi xüsusları burada görə bilmirik. Bunların əvəzinə əmr bil maruf və nəhyanil münkər qeyd edilmişdir. Müfəssir Fəxrəddin Ər-Razinin də dediyi kimi وَلْتَكُمْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ayəsi ilə müsəlmanlara 3 əsas vəzifə verilmişdir. Ali İmran 104-cü ayəsidir, tərcüməsini də oxuyuram. Ey müsəlmanlar, içərinizdə insanları yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən, pis əməlləri qadağan edən bir cəmaət olsun. Bunlar bu cəmaət həqiqətən nicat tapmış şəxslərdir.
Deməli, bu ayə ilə müsəlmanlara verilən 3 vəzifə: 1. Xeyirli işlərə dəvət etmək. 2. Yaxşılığı əmr etmək. 3. Pis əməllərdən çəkindirmək. Qeyd edilənlər arasında bənzərlik görünməsə belə, xeyrə dəvət etmək ümumi prinsipdir və bu xüsusləri ehtiva edir. Yaxşı işlərə təşviq etmək, yəni əmri bil məruf. Pis işlərdən çəkinməyə təşviq etmək, nəhyanil münkər. Buna görə də sözü gedən prinsip barədə ümumi olaraq qeyd edilmiş və ehtiva etdiyi 2 xüsus bəyan edilmiş. Quran-Kərimdə əmr bil məruf və nəhyanil münkəri tərk etmək küfrlə eyni tutulmuş və lənətə səbəb olduğu bildirilmişdir. İsrail oğullarından kafir olanlara həm Davudun, həm də Məryəm oğlu İsa'nın dili ilə lənət oxundu. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. Onlar etdikləri pis əməldən əl çəkmirdilər və ya onlar bir-birini etdikləri pis əməldən çəkindirmirdilər. Onların gördükləri iş necə də pis idi. Maidə surəsi 78-79. Həzrəti Peyğəmbər aleyhissalam bu ayəni təfsir edərkən belə buyurmuşdur. İsrail oğulları arasında zülm yayılmışdı. Günah işləyən birini gördükləri zaman əvvəllər mane olardılar. Lakin sonradan onunla əlbir olmaq üçün pis işlərdən çəkinməzdilər. Buna görə də Uca Allah onların arasında düşmənçilik yaratdı və onlar haqqında Lu'inəl-ləzi kəfəru ayələrini nazil etdi. Hədisin ravisi Əbu Ubeydə belə demişdi. Həzrəti Peyğəmbər əleyhissalam bu hadisəni danışarkən bir yerə söykənmişdi. Sonra söykəndiyi yerdən doğruldu və həmçinin sizlər də ya zalimə mane olaraq onu haqqa dəvət edərsiniz, ya da onların başına gələn sizin də başınıza gələr buyuraraq xəbərdarlıq etdi. Əbu Davud Məlahim 17, Tirmizi Təfsiru Surətil Məidə 7. Hər bir müsəlmana fərz olan dəvət vəzifəsinin lazımi şəkildə yerinə yetirilməsi üçün bu mövzunun öyrənilməsi lazımdır. 3. İrşad. İrşad yol göstərmək mənasına gəlir. Quran-Kərimdə bu haqda belə buyurulur. Bununla da ola bilsin ki, doğru yola yetişsinlər. Biz daha öncə İbrahimə də doğru yolu nəsib etmişdik. Bəqərə surəsi 186, Ənbiya surəsi 51. Təbliğçi təbliğ fəaliyyəti zamanı yumşaq davranmağı, vüqarlılığı, səbri, gözəl əxlaqı adət halına gətirməlidir. Təbliğ etdikləri qəbul edilməsə belə, buna əhəmiyyət verməməlidir. Mənim vəzifəm bildirməkdir, irşad etməkdir. Hidayət isə uca Allahdandır, deməlidir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı, zəlalətə saldığı kimsəyə isə əsla doğru yolu göstərən bir dost, rəhbər tapa bilməzsən. Kəf surəsi 17-ci ayə. İrşad fəaliyyəti ilə məşğul olan şəxsin səmimi olması, insanları Allahın yoluna hikmət və gözəl öyüdlə çağırması, aparılan irşadın təsirli olması üçün zəruridir. Ən əsası isə gözəl nümunə olmaqdır. 4. Hidayət. Hidayət haqq və doğru yol, Allahın yolu, yol göstərmək, doğru yola yönəltmək kimi mənalara gəlir. Peyğəmbərlər və ilahi kitablar hidayət vasitələridir. İslama dəvət edənlər də hidayətə səbəb olduqları üçün hidayətçilərdir. Bundan əlavə, hidayət yumşaqlıqla yol göstərməkdir. Uca Allahın razı olduğu yolda olmaq da hidayətdir. Quran-Kərimdə
hidayət kəlməsindən çox bəhs edilmişdir. Uca Allah Quran-ı Kərimdə belə buyurur: Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir gətirmədi və haqq yolu da tapmadılar. Bəqərə surəsi ayə 16. De, şərikləriniz içərisində insanları haqq yola yönəldə bilən bir kimsə varmı? Sənə cavab verə bilməyən müşriklərə de, Allah insanları haqq yola yönəldir. Belə olduqda doğru yola yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə özü onu tapa bilməyən adam? Sizə nə olub? Necə mühakimə yürüdürsüz? Yunus surəsi 35-ci ayə. Qeyd olunan ayələrdə hidayət kəlməsinin doğru və haqq yol, həmçinin Allahın yolu mənasında istifadə edildiyini görürük. Hidayət kəlməsinə belə məna da verilə bilər. Uca Allahın insanın qəlbindən qəm-qüssəni çıxarıb sükunətlə əvəzləməsi, əmr və qadağalara tabe olmaqda asanlıq lütf etməsidir. Tövsiyə. Tövsiyə yol göstərmək, doğrunu və həqiqəti təlqin etmək deməkdir. Əsr surəsində qarşılıqlı tövsiyənin əhəmiyyətinə bu şəkildə diqqət çəkilir. Yalnız iman edib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa, belələri cənnətə nail olub əbədi səadətə qovuşanlardır. Əsr surəsi 3-cü ayəsi. Haqqı tövsiyə edənlərin əsas məqsədi haqqı çatdıra bilməkdir. İman, əməl və sözləri ancaq haqqa dəvət üçündür. Bu səbəbdən tövsiyə edən insanlar ikiyüzlülük və başqalarına əzab-əziyyət etməzlər. Onlarla əlaqələrini kəsməzlər. Başqalarına yaltaqlıq etməzlər. Ancaq haqqa dəvət edər, yaxşılığı tövsiyə edib, pisliklərdən çəkindirərlər. İnsanları xeyrə çağırar və dinin nəsihət olduğu həqiqətini bir an belə unutmazlar. İman edib mükəlləfiyyətləri yerinə yetirmək, salih əməllər işləmək, haqqı tövsiyə vəzifəsini yerinə yetirmək heç də asan iş deyil. Bunun üçün bir çox əzab-əziyyətlərə qatlanmaq lazımdır. Bunlara sinə gərmək ancaq səbrlə mümkündür. Təbliğçi təbliğ edərkən qarşılaşacağı çətinliklərə qarşı çox səbirli olmalıdır. Çünki səbir çətinliklərə sinə gərməkdir. Bu əzm və qüvvətə sahib olanlar demək olar ki, hər zaman müvəffəq olmuşlar. Təlim. Təlim öyrətməkdir. Quran-ı Kərimdə peyğəmbərlərin vəzifəsinə təlim, özlərinə də müəllim deyilmişdir. Bəzilərinə görə təkrarlanan bilgi mənasındadır. Təlim kəlməsinin Quran-ı Kərimdə bu ayələrdə istifadə edildiyini görə bilərik. Öz peyğəmbərinə Quranı öyrətdi. Rahman surəsi 2-ci ayə. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. Ələq surəsi 4. Əslində biz Quran vasitəsilə özünüzün və atalarınızın bilmədiklərini, əslində siz Quran vasitəsilə özünüzün və atalarınızın bilmədiklərini öyrənmiş olursunuz. Ənam surəsi 91. Ey Rəbbimiz, onların nəslimizin içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, sənin ayələrini, hökmlərini onlara oxusun. Sən göndərən kitabı, Quranı və oradakı hikməti onlara öyrətsin. Onları günahlardan təmizləsin. Həqiqətən, sən yenilməz qüvvət, hikmət sahibisən. Bəqərə surəsi ayə 129. Təlim kəlməsi. Təlim tərbiyədə ən çox istifadə edilən kəlimədir. Təlim ömür boyu davam edən tərbiyə metodudur. İnzar
xəbərdar etmək deməkdir. Uca Allahın kitablar və peyğəmbərlər vasitəsilə insanları şirk, küfür, nifaq və üsyan kimi ilahi əzaba səbəb olan davranışlardan uzaqlaşdırması, əvvəlcədən xəbərdarlıq etməsi, beləcə onları iman, ibadət və itaətə yönəltməsidir. Peyğəmbərlər dünya və axirət əzabına qarşı hər zaman xəbərdarlıq etmişlər. Biz peyğəmbərləri ancaq müjdə verənlər və əzabla qorxudanlar sifəti ilə göndərdik. İman gətirib yaxşı işlər görənlərin heç bir qorxusu yoxdur. Onlar qəm-qüssə görməzlər. Ən'am surəsi ayə 48. Doğrudan da biz səni haqla, Quranla müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, onun içindən kafirləri Allahın əzabı ilə qorxudan bir peyğəmbər yaxud alim gəlib getməsin. Fatir surəsi ayə 24. Aləmləri, insanları və cinləri Allahın əzabı ilə qorxutmaq üçün haqqı batildən ayıran Quranı öz bəndəsinə Muhammedə nazil edən Allah nə qədər uca, nə qədər uludur. Ucalardan ucadır, əzəli və əbədidir. Xeyir bərəkəti bol və daimidir. Furqan surəsi 1. Ondan Qurandan əvvəl Musanın İsrail oğullarına, möminlərə rəhmət və mərhəmət olan kitabı Tövrat var idi. Bu Quran özündən əvvəlki ilahi kitabları ərəb dilində təsdiq edən, zalimləri Allahın əzabı ilə qorxutmaq və yaxşı əməl sahiblərinə cənnətlə müjdə vermək üçün olan bir kitabdır. Əhqaf surəsi ayə 12.